Bismillahirrahmanirrahim ve bihi nesta'in ve sallallahu ala seyyidina Muhammed ve alihi tahirin. Şeraitul vudu. Yelzemu fil vudu'i en niyyetu bimâne gastil fi'l bidâi imtisal emrillahi subhane ve tehâretul ma ve ibahetuhu ve itlâguhu ve tertibu vel muvalatu vel mübaşeretu vel meşhur itibaru tehâretil a'zâ ve edemül mani min istimalil mai şer'en. Elhamdülillah dərs namazın keyfiyyətini də oxuduq, tamamladıq və dəlillərini işarə elədik. Bugünkü dərsimizdə dərs namazın şərtləri haqqında bəhs edəcək. Dərs namazın şərtlərini ki, biz bilirik. Hədəf bunlardan inşallah dəlillərinə qısa şəkildə işarə etməkdir. Buyurur ki, dərs namazda niyyət lazımdır. Niyyəti mənidir. Niyyət, yəni fiili qəsd eləmək. Ən-niyyətu vəl qəsd, qəsdül fiil. Dəstəmaz almaq istəyirsən, dəstəmaz almaq qəsdi olur niyyət. Əlbəttə, qəsdi fiil, burada bir dənə şərt var ki, qürbətən iləllah olmalıdır. Bu qürbətən iləllah da bu cürə mənili. Bida imtisal əmrillah. Mən dəstəmaz alıram, Allahın əmrin imtisal eləmək məqsədi ilə. Bu birinci şərt, dəstəmazda niyyət şərtdir. Dəlillərini də işarə edəcək. Dəstəmazda suyun pak olmağı şərtdir. Suyun mubah olmağı şərtdir. Suyun mütləq olmağı şərtdir. Suyun dəstəmazın tərtibi şəkildə olmağı şərtdir. Dəlillərini oxuyacaq. Əvvəl üz, sonra sağ, sonra sol, sonra başa məs, sonra ayaqlara məs. Vəl muvalat. Tərtibi ki, bildik, muvalat da budur ki, məsələn, dəstəmaz əzalarında o qədər fasilə olmamalıdır ki, məsələn, mən üzü yuyum, gözləyim, sonra sağ əli yuyum, biraz gözləyim, ora qorusun, sonra sol əli yuyum. Bu cürə də olmaz. Vəl mübaşirə, yəni insan birbaşa özü dəstəmazını almalıdır. Belə olmamalıdır ki, dəstəmaz üzvlərini başqaları bunun üçün yusun. Və məşhur da əzaların da pak olmaq şərtdir. Yəni, dəstəmaz alanda dəstəmaz əzaları üz, sağ qol, sol qol, dirsəldən pak olmalıdır və suyu işlətməkdən də heç bir mani olmamalıdır. Buyurur ki, şəraitul vudu yəlzəmu fil vudu'i ən-niyyətu. Dəstəmazda niyyət şərtdir. Niyyətin mənası bimənə qəsdil fiil, fiili qəsd edirəm, bidai imtisal əmrillahi subhanə, Allahın əmrin imtisal etmək məqsədi ilə. Və həmçinin və təharətul ma, su gərək pak olsun və ibahətuhu mubah olsun və itlaquhu mütləq olsun və tərtibu vəl muvalatu vəl mübaşirət. Vəli məşhur itibar təharətil əza və məşhur nəzərdə budur ki, əzayı dəstəmazdan olsun, gərək pak olsun və ədəmül mani min istimalil ma şər'ən. Şər'ən də su istimal eləmədən heç bir mani olsun. Şər'ən budur ki, məsələn, su əgər soyuqdursa işlədə bilərsən, amma zərəri var, şər deyir ki, istimal eləmə, get təyəmmüm elə. Bu şərtlərlə dəstəmaz həyata keçməlidir. Amma dəlilləri, vəli müstənəti fi zalik. Amma bu məsələlərdə dəlil. Amma lüzumun niyyə bilmənəl mütəqəddim. Amma biz dedik ki, niyyət vacibidir. Bilmənəl mütəqəddim. Bu keçən məni ilə. Yəni, qəsdül fiil bida imtisali əmrillah. Allahın əmrini imtisal eləmək məqsədi ilə dəstəmaz fiilini eləyirəm, niyyət edirəm. Bunun dəlili nədir? Əvvəl buyurur ki, ümumiyyətlə dəstəmaz ibadətdir. Hər ibadətdə niyyət lazımdır. Bəs bunun dəlili demək olar ki, məlumdur. Nə üçün dəstəmazda niyyət mötəbər və şərt hesab olunur? Xülasədə budur ki, çünki niyyət bu mənada bir əməlin ibadi olmasının laziməsidir. Yəni, əgər bir əməl ibadətdirsə, orada niyyət şərtdir. Amma önəmli olan budur ki, biz dəstəmazın ibadi olmağını isbat edək. Əgər dəstəmaz ibadət olarsa, niyyət onda şərtdir, bunu hamı qəbul edir. Amma dəstəmazın ibadi əməl olmağını biz hardan ələ getiririk? Bir halda ki, hədislər dəstəmazın ibadi əməl olmağına işarə etməyib. Ola bilər, bəziləri desin ki, üsul elmində bir bəhs vardır. Əgər bir vacibin ibadət olub, olmamasında şəkk edəriksə, yəni, fərz edin bir əməldir, vacib olması da məlumdur. Üsulda bir bəhs var ki, əsl vacibatda təəbbüdü olmaqdır, yoxsa təvəssül olmaqdır. Təəbbüdü olsa qəsd-i qürbətə ehtiyacı var, təvəssülü olsa qəsd-i qürbətə ehtiyac yoxdur. Bəziləri məbnası budur ki, o cürə ki, kifayədə də gəlib,
əsl vacibatda təəbbüd olmaqdır. İndi bir dəstəmaz da bir vacibi əməldir. Namazın müqəddiməsi olaraq. Biz şək edirik ki, aya dəstəmaz o vaciblərdəndir ki, ibadidir, qəsd-i qürbət lazım olsun. Ya ibadi deyil, təvəssülüdür, qəsd-i qürbətə ehtiyac yoxdur. O cürə ki, kifayədə və bəzi alimlərin nəzəri budur ki, gərək ibadət şərtdir. Niyə? Çünki əgər sən bu vacib olan dəstəmazı əmələ gətirəsən, bir halda ki, ibadə olmağında şək edirsən və qəsd-i qürbət etməyəsən, sən şək eləyəcəksən ki, Mövlanın qərəzi hasil oldu ya olmadı, əsl ədəmdir. Bəs bunu əsasən əzbab-ı ehtiyat, iştiğal-ı yəqini, yəsəd əl-fərağəl yəqini, bəs bunu əsasən qəsd-i qürbət şərtdir. Əlbəttə, bu məbna ixtilaflıdır. Bəziləri ağay sahib kifayə nəzərdə. Amma bəzilərin etiqadı budur ki, xeyr, əsl ibadətdə təvəssülü olmaqdır. Yəni, əgər təəbbüdü olsaydı, şari deyərdi. İndiki deməyib, bəs qəsd-i qürbətə ehtiyac yoxdur. Hər halda məbna idi bəs. Əgər biz o vacibat bəhsindəki üsulda bəhs edirlər, əsl vacibin təəbbüdü olmasıdır, yoxsa təvəssülü olmasıdır. Orada məbnalar fərq edir. Bir çoxları deyirlər ki, əsl vacib budur ki, təəbbüdü olsun, qəsd-i qürbətə ehtiyac var bəs. Bəziləri ki, xeyr, əsl təvəssülü olmaqdır. Çünki əgər təəbbüdü olsaydı, şari deyərdi, qəsd-i qürbətlə əmələ gətirin. İndiki deməyib, bəs məlum olur ki, itlaqa təməssük edir, deyir ki, qəsd-i qürbət şərtdir və təvəssülüdür. Bu da məbnadır. Hətta əgər biz onu qəbul eləməsək, biz eləyə bilər bəraətə də təməssük edək. Bəraət budur ki, biz şək eləyirik ki, qərəz mövlada qəsd-i qürbət şərtdir, yoxsa şərtdir, bəraətdir ki, əsl ədəmi şərtdir. Bəs bu dəlillərə əsasən, bu məbnaya əsasən, bəs dəstəmazın ibadi olmağında əgər biz şək ediriksə, Ağay İrəvanın buyurduğuna əsasən deyək ki, yox, qəsd-i qürbətə ehtiyac yoxdur. Lakin deyək ki, bunun əgər biz istəyək dəstəmazda qəsd-i qürbətin şərt olmağını biz isbat edək, biz gərək təməssük edək nəyə? Sirə-i mütəşərriyə. O irtiqazı ki, küllü mütəşərrinin yanında vardır ki, İmamların zamanından ta günün indisinə qədər hər bir şəxsi dəstəmaz alır, orada niyyət edir, qəsd-i qürbət edir. Bəs siri mütəşərriyə əsasən biz deyə bilərik ki, dəstəmaz ibadətdir. Hər ibadətin qəsd-i qürbətə ehtiyacı var, bəs dəstəmazda da qəsd-i qürbətə ehtiyac vardır. Bir hədisə də işarə edir ki, Hələbi İmam Sadiq əleyhissalamdan nəql edir ki, İmam buyurdu, əs-səlatu səlasutü əslas. Namaz 3 hissəyə bölünür. Sulsun təhur, sulsun ruku və sulsun sucud. Bundan istifadə ediblər ki, namaz özü qəsd-i qürbət istəyir, ibadət olmanda şək yoxdur. Onun əsas rükünləri də gəlin olsun, ibadət olsun ki, onlardan da bir nədir təharətdir. Bu baxımdan deyir ki, çün dəstəmaz ibadət oldu bu dəlillərlə, bəs əgər bir nəfər dəstəmaz alanda riya eləyərsə, dəstəmazı batildir. Necə ki, külli əməli ibadi belədir. Sonra 2 dənə hədis nəql edir riyakarlığı barəsində. Bura qədər oxuyaq, inşallah ikinci məsələnin dəlilinə də işarə edərik. Burcu vəli müstənəb fi zalik. Amma lüzumin niyyə bilmənil mütəqəddim fəliənnəhu lazımil ibadiyyə. Amma biz ki, dedik, niyyət lazımdır, mütəqəddim mənada, yəni qəsdül fiil, bidai, imtisal, əmrillah mənasında. Bu nəyə görədir? Bunun dəlili nədir? Fəliənnəhu lazımil ibadiyyə və ibadi olmağın laziməsidir. Amma keyfə nusbitul ibadiyyətə və nusus xaliyyətun minha. Önəmli olan budur ki, dəstəmazın ibadi olmağın necə biz isbat edəyək bir halda ki, hədislər xalidir onun ibadi olmağından. Əvvəl bu ki, qəd yərbitu zalik bi məsələti ənnələslə fi məşquqil ibadiyyəhu vəl ibadiyyə və təvəssüliyyə. Bu ki, bəzən ola bilər bəziləri bu məsələni rəbt versinlər, üsulda bəhs olunan bu bəhsə ki, aya, əsl bir vacibin ibadi olmağında əgər şək edəriksə, əsl ibadi olmasıdır, yoxsa təvəssül olmasıdır. Ennəl əslə fi məşquqil ibadiyyə. Əgər bir əməlin, bir vacib əməlin ibadi olub olmamağında şək edəriksə, bu məsələ ilə əlaqəsi vardır. Necə? Fəizə buniyyə ələ iqtizahi əl-ibadiyyətə. Əgər biz əsli dedik ki, əsl bina budur ki, biz vacibin, yəni əməl-i məşququn ibadi olmasına qoyarıqsa, lima ufidə fil kifayə. O dəlilə əsasən ki, Axund Xorasani kifayə kitabında deyib ki, min ədəmi ihrazı təhəqqüq qərəzil muğla illa bi qəsdül qurubə. Çünki biz
ehraz eləyə bilmərik ki, Mövlanın qərəzi həyata keçir, məgər qəsdi qürbətlə. Bu baxımdan əsl dər məşğuqul ibadiyyə gərək ibadi olmasıdır. Əgər bu məbnanı qəbul eləsək, fə izə buniyyə əla iqtizayəl ibadiyyətə, iqtizayən huzəmir qadir əslə. Əgər əsl iqtiza eləsə ki, məşğuqul ibadiyyə gərək ibadi olsun, sabit olacaq. Bundan bir ibadiyyət fil məqam, yəni dəstəmazda da. Lakin beydi ənəl məbna qabilun lit-təəmmül. Lakin ağay Axund Xorasaninin məbnası qabil təəmmüldür. Niyə? Çünki burada bir dənə bəhs var. O kəslər ki, deyirlər ki, əsl vacibatda ibadi olmaqdır. Onlar o məbnaya əsasən deyirlər ki, qəsdi qurbəti bi ünvani qeyd dər mütəəlləq əmr əxz eləməklik mahal olsun. Bu məbnaya əsasən deyirlər. Əlbəttə, bunun üsulda müfəssəl bəhsi vardır. Bəzən 3-cü, 4-cü bu bəhs davam edir. Qəsdi qurbəti mütəəlləq əmrdə bi ünvani qeyd əxz eləmək mümkündür, mümkün deyil. O kəslər ki, deyir, mümkün deyil. Bəs bunu əsasən ki, ehtiyat babından gərək biz nə eləyək? Qəsdi qürbətlə əmələ gətirək ki, ta yəqin eləyək ki, boynumuzdan əməl düşdü. Amma o kəslər ki, mümkündür. Yəni, şari əmrin mütəəlləqində eləyə bilərdi, desin ki, bu əməli gətirin qəsdi qürbət üzü ilə. İndi ki, deməyib bir halda ki, mümkün idi, bəs onda təvəssülüdür, qəsdi qürbəti şərt bilsəydi, deyərdi. Deməm, necə ki, məsələn, bizdə ətiq rəqəbətən qul azad elə, bilmir ki, mümindir, yoxsa kafirdir. Əgər mümin olmaq şərt olsaydı, deyərdi. İndi deməyib, məlum olur ki, mümin olmaq şərt deyil, kafir də azad edə bilərik. İndi burada da dəstəmazın vacibliyin buyurub və bunun kənarında deyə bilərdi ki, qəsdi qürbətlə edin. Bu ki, deməyib bir halda ki, mümkün idi, bəs məlum olur ki, qəsdi qürbət şərt deyil. Buyur ki, bəydə ənəl məbna-i Axund Xorasani qabil təəmmüldür, yəni qabil işqaldır. Necə? Li-ənə üçün o məbna məbniyyün ələ istihaləti əxzi qəsdi təqarrufi mütəəlləqəl əmr. O məbna bağlıdır bu sözə ki, qəsdi qürbəti əxz eləməklik mütəəlləqə əmrdə mahaldır. Bu məbnaya əsasən deyirlər. Amma bədə imkanı kəmə huvəs-səhih. Amma əgər biz desək ki, qəsdi qürbəti əxz eləmək əmri mütəəlləqində mümkündür, kəmə huvəs-səhih, necə səhih olduğudur, və yüstəqşəhu min itlaqihi, kəşf olacaq o əmrin mütləqindən konuhu təvəssülü, dəstəmazın təvəssülü olması. Bəs bu dəlil kifayət eləmir. Dəstəmazın ibadi olmaq üçün bu məsələyə söykənəsən ki, əsl dər məşğuqul ibadiyyə ibadət olmaqdır. Bəs burada dəstəmazın da ibadi olmağında şəkk edirik. Bəs əsl budur, ibadidir, qəsdi qürbətə ehtiyacı var. Bu dəlilə əsasən biz qəbul eləmirik. Çünki dedik ki, qəsdi qürbəti mütəəlləq əmrdə gətirə bilərdi. Şarı rahat deyə bilərdi ki, İza qumtum iləs-səlati fəxsülü vucuhəkum məsələn qurbətən iləllah deyə bilərdi. İndi ki, deməyib, kəşf olur mütləqliyindən ki, o dəstəmaz təvəssüllüdür. Amma mən tənəzzül. Amma bir nəfər desə ki, xeyr, mən Axund Xorasaninin məbnasını qəbul edirəm. Qəsdi qürbəti əmri mütəəlləqində əxz eləmək mümkün deyil. Məət-tənəzzül yümkünü təməssük bil bəraə. Biz bəraətə təməssük edirik. Li-nəfyi ehtimalın mədxəliyyə. Yəni biz şəkk eləyirik ki, aya qəsdi qürbətin dəstəmazda dəxaləti var, qərəzi mövladı yoxsa dəxaləti yoxdur. Bəraət deyir ki, yoxdur. Təməssük edirik bəraətə li-nəfyi ehtimalın mədxəliyyə fil qərəz. Bədə imkanı bəyaniha bir cümlətən xəbəriyyə. Bir halda ki, müsənnif həqiqətdə Mövla, Allah Taala Quran-ı Kərimdə mümkün idi cümlə-i xəbəriyyə ilə başqa bir cümlə-i xəbəriyyə ilə qərəzini çatdırsın. Qəsdi qürbəti əmri mütəəlliqində gətirmək mümkün deyil. Amma eləyə bilər də başqa bir cümlə ilə desin ki, mən ki demişim sən dəstəmaz vacibdir, indi deyirəm ki, dəstəmazda qəsdi qürbət şərtdir. Bu ki deməyib, bəraət eləyirik ki, qəsdi qürbət şərt deyil. Bəs bu iki dəlilə əsasən dəstəmazın ibadi olmağı sual altına getdi. Amma vəl-ola, əgər biz istəyək dəstəmazın ibadi olmağını sabit edək, başqa bir dəlilə söykənək. Vəl-ola ət-təməssü bil-irtiqazil vazih lədə kullu mütəşərri ələ ibadiyyətil vudu. Ola budur ki, dəstəmazın ibadi olmağında biz təməssük edək, o irtiqazı zihində olan irtiqaza ki, vazihdir. Hər bir mütəşərriinin yanında dəstəmazın ibadi olmağına. İmamların zamanına görə indisinə qədər hər bir mütəşərri, yəni müsəlman,
dəstəmazın ibadə olmağını bilir və bu cəhətdən də qəsd qürbət edir. Və zalikə yəkşifən risulihi yədən biyəd minəl məsum əleyhissalam. Bu da kəşf eləyir ki, bu hökm, yəni dəstəmazın ibadə olması əlbəl yetişib məsumdan. Və mimma yüəqqidu zalikə səhihətul hələbən Əbi Əbdullah əleyhissalam. Təyid olaraq və təkid olaraq səhihədə ona bir dəlil ola bilər. Əlbəttə dəlil deyil. Dəlil olsaydı əslən irtiqaza söykənməzdi. Lakin bir təyid və təkid üçün gətirmək olar. Məsələn İmam buyurur ki, əs-salatu səlasətu əslas. Namaz 3 hissədən ibarətdir. Sulsun təhur və sulsun ruku və sulsun sucud. Yəni namazın əsas hissələrini deyir. Fə innəs-salata madamat qurbiyyətə. Namaz özü nə qədər madəm ki qürbidir, yəni qəsd qürbət onda şərtdir. Fə ərkanuhəl əsasiyyə. Onun əsas rükünləri əlləti minhət tahur, ondan da biri təhurdur. Yəlzəmən təkun kəzalik izən. Əlbəttə deyirəm bu dəlil deyil, amma təkiddir. Və min xilalı haza təttəzi. Vaxtı ki biz isbat elədik ki, dəstəmaz ibadidir. Bu da məlum olur. Mübtiliyyətur riya lil-vuzu. Riya dəstəmazı batil edir. Və likulli əməlin ibadiyyin. Bəlkə nəinki dəstəmazı, hər bir ibadə əməlin batilliyinə səbəb olur riya. Bəl huvə muharram, bəlkə riya haramdır və minəl kəbair. Böyük günahlardandır. Likuni şirkən billahi subhanə. Əsli məsələ qaldı. İndi burada riya barəsində danışır. Riyanın şirk olmağı barəsində danışır. Və fil hədis ləv ənnə əbdən əmilə əmələn yətlubu bihi vəchəllah və dərəl axirətə. Hər kəs bir əməli edə və onun vasitəsilə Allahı iradə eləyir, yəni qəsd qürbət eləyir, axirət aləminə satmaq istəyir. Və ədxələ fi riza əhədin minənnas. Amma eyni zamanda başqa insanların da razılığını onda ələ gətirmək istəyir. Xanə müşrikən və şirku haramun. Şirk də haramdır və lazımul hürm əl-butlan. Haramlığın da lazımadır, batildir. Və bir hədisi səhiyən Resulullah. Yu'məru bir ricalin ilənnar. Qiyamət günündə Peyğəmbərimiz vurur. Qiyamət günü bir dəstə insanlara əmr olunacaq cəhənnəmə daxil olsunlar. Fəyəqulu ləhum xazinunnar. Cəhənnəmin o xazini onlara deyər: Ya əşqiya, ma kana halukum. Ey bədbəxtlər, sizin halınız necə idi? Qalu kunna nə'məl li qeyrillah. Nə üçün yəni cəhənnəmə daxil oldunuz? Onlar deyirlər ki, Allahdan başqası üçün əməl edirdi. Fəqilə lənə xudu səvabəkum mimmən əmiltum ləhu. Onlara deyirlər ki, siz gedin savabınızı o kəsdən alın ki, onlar üçün əməl etmişsiniz. Onlar üçün riya etmişsiniz. Və fi hədisin səhihin axir ənhu sallallahu aleyhi və səlləm su ilə fi mən necatı qədən. Qiyamət gündə nicat nədədir? Qalə ən innəmən nicat fi ən la tuğadiyallah fə yəxtəukum. Nicat bundadır ki, Allahla məkir etməyin ki, daha ancaq Allah da sizə məkir edər. Fə innəhu mən yuxadi illa yəxtəuhu. Hər kəs Allahla məkirlə rəftar edərsə, Allah da onun özünə məkrin qaytarar. Və yəxləu minhul iman. İmandan onu xəl eləyər. Və nəfsəhu yəxtə ləv yəşur. Əgər bu bilsə, həqiqətdə özünü alladır. Əgər şuuru olarsa. Qilə la fəkeyfə yuxadiullah. Peyğəmbərdən soruşdular ki, Allahı necə məkir eləmək olar? Qalə yə'məl bima əmərəhullah. Allahın əmr etdiyini əməl edir. Thumma yuridu bi xeyrə. Amma başqasının gözündə görsənmək istəyir. Başqasının gözündə hörmətli olmaq istəyir. Fəttəqullah fir-riya fə innəhu şirku billah. Allahdan qorxun riya barəsində ki, riya şirkdir. İnnəl murai yud'a yevməl qiyamə bi ərbəti əsma. Qiyamət günündə riyakarlıq edən şəxs 4 dənə adla çağırlar. Ya kafir, ya facir, ya qadir, ya xasir. Kafir, facir, qadir, ya xasir. Həbitə əməluk, əməlun aradan getdi və bətələ əcruk, əcrun batil oldu. Xəlas ləkəl yevm. Bu gün də sənin üçün heç bir xilası yoxdur. Fəltəmiz əcrəkə mimmən kunda təəməlləhu. Hər kəs üçün əməl edibsən də ondan əcri al. Pəs bura qədər bu dəlildir. Niyyət şərtdir. Çünki dəstəmaz ibadətdir. Hər ibadətin niyyətə ehtiyacı olduğu kimi dəstəmaz da ibadə olduğu üçün qəsd qürbətə niyyətə ehtiyacı vardır. Amma nəyə əsasən deyirsən ki, dəstəmaz ibadətdir? Əsas dəlili irtiqaz-ı vasi, yəni həqiqətə siri mütəşərriyə. Və əmmə ənəhu la təlzəmun niyyə bi əksərə min zalik. Biz dedik ki, niyyətdə bu qədər lazımdır ki, mən feili dəstəmaz, yəni dəstəmaz feilini qəsd edirəm, bidai imtisal əmrillah. Bu qədər kifayətdir. Amma bundan artıq əməlin surətini zihnində hazırlayam, dilimə gətirəm, qəza niyyət eləyəm, əda niyyət eləyirəm. Bu niyyətdə şərt deyil, niyyətdə vacib deyil. Məgər ki, təmyiz ona bağlıdır. Bəzən sən
İstəyirsən qəza qılasa, burada bilməlisən də bu qəza əda deyil, qəzadır. Əzbab-ı təmyiz lazımdır, amma niyyətin düz olmağında dəxaləti yoxdur. Və əmmə ənəhu la təlzəmun niyyə bi əksərə min zalik, amma bu ki, niyyət bundan artıq lazım deyil. Nə kimi? Bundan artıq nədir ki, ihzarı surətil əməl. Dəstəmaz bir əməldə onun surətini zehnimdə hazırlayım. Əv niyyətil qəza, qəza niyyət eləyəm. Vəl əda, əv niyyətil vücub və nədir? Müstəhəb, vacib niyyət eləyəm. Bunlar şərt deyil, lazım deyil. Nə üçün? Fəli ədəmid dəlil. Çünki dəlil yoxdur ki, bunların vacib olmağına. İlla məgər bu babdan ola bilər ki, İza təvəqqəbə təmyüzül əməl əlazalik. Əməli ayırmaqla buna bağlı. Çünki dəstəmaz alırsan, nə üçün? Təmyiz, məsələn, əlbəttə dəstəmazda, məsələn, namazda yenə demək olar. Bu namazın qəzadır, ədadır, ondan sonra müstəhəbbidir, vacibdir. Amma dəstəmazda buna ehtiyac yoxdur. Dəstəmazda təmyiz bir dəfə ola bilər ki, məsələn, sən heç bir namazın vaxtı deyil, məsələn, dəstəmaz alırsan yatmaq üçün, pak olmaqdan ötürü. Burada istihbab niyyəti eləməkliyi olar. Çünki burada təmyiz ona bağlıdır. Kəmən əleyhi səlatu sübh qəzaən və ədaən. Bir nəfərin boynunda sübh namazı var, həm qəzası var, həm ədası var. Bu istəyir nə eləsin? Əda qılsın, ya və ya qəza qılsın. Amma ki, bir nəfərin ki, boyunda qəza yoxdur, heç qəzanın əda niyyəti eləməyə ehtiyac yoxdur ki. Bu da ikinci məsələ ki, niyyətdə yalnız dediyimiz miqdar vacibdir, ondan artığı vacib deyil. Və əmmə etibaru təharətil ma, amma bu dedi ki, dəstəmazda, dəstəmaz suyunun paş olmağı şərtdir. Bunun da çoxlu dəlilləri var, bu da rahatdır. Bu ki, fəlin nüsusil mütəvatirə. Çoxlu mütəvatir dəlillərimiz var. Kə müvəssəqət səmaə ən Əbi Əbdillah aleyhissalam. Bir nümunə olaraq müvəssəqə hədisə işarə edir ki, buyurur ki, İmam Sadiq aleyhissalam bir nəfər barəsindəki buyurdur. Rəzülü məhu inaun, ənə fihimə maun və qən fi əhədimə qədirun, la yedir əyyəhuma hu və leysə yəqdur ələ main qeyri. Buyurur ki, bir şəxs ki, onun bir qabı var idi və ənə fihimə maun, rəzülün məhu inaun, ənə fihimə maun və qən fi əhədimə. Yəni, onda bir qab var idi, yəni 2 dənə su var idi həqiqətdə. Yəni, 2 qabda ayrı-ayrı su var idi. Onların birinə bir nəcis düşdü. La yedir əyyuhumahu və bilmədi ki, o nəcis hansı qaba düşüb. Və leysə yəqdur ələ main qeyri, ondan başqa heç bir qabda yoxdur. Qalə imam bir yuhrikuhuma, onların hər ikisini töksün kənara cəmiyyən və yetəyəmməm. Yəni, o mənası budur ki, onların ikisindən biri ki, nəcisdir. O da bilmir hansı nəcisdir. Bu surətdə eləyə bilməz, dəstəmaz alsın. İkisini qoysun kənara. Bəs dəstəmazın suyunda təharət şərtdir ki, imam dedi ki, buyurdu ki, hər ikisini dağıtsın. Və qeyrimə, bundan da başqa çoxlu hədislər var, bu nümunədir. Vəl hükmü min vazihatil fiqh, çün hadis mütəvatirədir var, suyun paş olmağı barəsində buyurur ki, bu hökm ki, dəstəmaz suyu gərək paş olsun, min vazihatil fiqh, fiqhin açıq aydın məsələlərindən biridir. Və əmmə etibar ibahətihi, amma biz dedik ki, su gərək nə olsun? Mubah olsun. Bunun dəlili nədən ibarətdir? Bunun da dəlili məlumdur. Fəli ənəhu beduniha, əgər su mubah olmazsa, yəkunu təvəzzu, dəstəmaz almaqlıq olaraq təsərrüfən qısbiyyən, mühərrəmən. Bu həqiqətdə elə bir su istemal edir ki, o su qəsbidir və o qəsbi suda təsərrüf eləmək də haramdır. Fəyəstəhilu ittisab bil ibadiyyə. Mahaldır ki, bir əməli ki, orada qəsbi haram olsun, o qəsbi haram olan işin vasitəsilə biz ibadət eləyək. Həmin qəsbi haram olan işə biz ibadət nisbəti verə bilmərik ki, bu ibadətdir. Və əmmə etibaru itlaqihi. Amma bu ki, biz dedik, dəstəmaz suyu gərək mütləq olsun, muzaf olmasın. Fəyədullə əleyhi itlaqı qolu-i Teala. Allah Teala'nın qolu dəstəmaz ayəsinin itlaqı ona dəlalətdir. Çünki Allah Teala o Quran ayəsində buyurur, o dəstəmaz ayəsində fələm təcidu maən, əgər su tapmadınız. Yəni su mütləq deyib, deyil mi ki, fələm təcidu maən muzafən. Bu fələm təcidu maən, mütləq su tapmadınızsa, növbə muzaf suya çatmır. Bəlkə növbə təyəmmümdür. Fələm təcidu maən mütləqdir. Dəlalət eləyir nəyə? Suyun mütləq olmasının şərtliyinə. Bu da mütləq olmağına dəlil. Və ləm yünqələl xilaf fi zalikə. Və bu məsələdə demək olar ki, xilaf da zahir olmayıb, nəql olunmayıb ki, bir nəfər desin ki, muzaf suyla dəstəmaz almaq olar.
demək olar ki, ittifaq edir. İlla ən şeyx səduq. Məgər şeyx səduqdan burada xilaf gəlib. O fəcəvvəzəl vuzu'a bima'il vərd. Şeyx səduq gül suyu ilə dəstəmaz almağı, yəni gülabla dəstəmaz almağı caiz bilib. Li rivayəti Yunus ən Əbil Həsən əleyhissalam. Rivayəti Yunus Əbil Həsən əleyhissalamdan nəql edir ki, qultu ləhu, dedim imama ki, Əbul Həsən əleyhissalama dedim ki, ər-rəculu yəxtəsil bima'il vərd və yətəvəzzəu bihi. Dedim, bir şəxsdir, gülabla qusul edir və gülabla dəstəmaz alır, lissalat, namaz üçün özdə. Qala, imam buyurdu ki, la bə'sə bizalik. Bunun heç bir işğalı yoxdur. Bəs bütün alimlərimiz deyib ki, mütləqlik şərtdir. Quran ayəsinin də zahirindən, itlaqından ələ gəlir ki, suyun mütləq olmağı şərtdir. Amma bu rivayətə əsasən imam buyurdu ki, la bə'sə bizalik. Gülab da ab-ı muzafdır da, muzaf sudur. Ağa buyurur ki, və labuddə min tocihihə beşiklin axərə. Gərək bir cürə bu hədisi biz tocih eləyək. Bədə hicranil əshabli məzmuniha. Bir halda ki, bütün şiə alimlərinin hamısı bu hədisin məzmununu qoyublar kənara. Yəni, məzmununa əməl etməyiblər. Əlbəttə, sənədində də müşkil var. Ələ ənəfi sənədə səhlən. O hədisin sənədində səhl adında bir ravi vardır ki, o da zəifdir. Bəs buna əsasən, çün əshab-ı şiə bu hədisin məzmununa əməl etməyiblər və eyni zamanda sənədində də səhl adında bir ravi var, sənəd baxımından da müşkülü vardır. Bəs bu gərək tocih olunsun. Və əmmə etibaru tərtib. Amma bu ki, biz dedik ki, dəstəmazda tərtib şərtdir. Əvvəl üzü yumaq, sağ əli yumaq, sol əli yumaq, başa məstəşmək və əqları məstəşməkdir. Bu ki, və əmmə etibaru tərtib və huvə əmrun mütəsaləmun əleyh. Bu da alimlər arasında demək olur ki, müsəlləmdir. Və yəqtəzihi səhih-u zürarə. Zürarənin səhih hədisi də elə bunu iqtiza edir ki, dəstəmazda tərtib şərtdir. Hansıdır o hədis? Su ilə əhəduhum əleyhissalam. İmam Sadiqə, İmam Baqir əleyhissalamdan birinə sual verildi. Ən rəculun bədəə biyyədihi qəblə vəcihi. Soruşurlar, bir nəfər dəstəmaz alanda üzünü yumamışdan əvvəl əllərini, qollarını yudu. Və biricilihi qəblə yədihi. Əllərindən qabaq əyaqlarını, məsələn, məscəkdir. Qalə, imam buyurdu, yəbdə bima bədə Allah. Allah Quranda Maidə surəsinin 6-cı ayəsində, dəstəmaz ayəsində necə başlayıbsa, dəstəmazı o cürə başlayın. Allah da buyurur ki, və izə qumtum iləs-sələdə fəxsulu vucuhəkum 1 və eydiyakum iləl mərafiq vəmsahu bi ruusikum və ərzulakum iləl kəbin. Bu ki, qalə yəbdə bima bədə Allah bihi və liyəud maqan, yəni iyadə eləsin və qeyruhu. Və bu bir hədisdə, bunun kənarında başqa bir hədisdə vardır. Və əmməl ayətül kərimə fəla yumkin istifadə tərtibi minha la min heysul vav li ədəm dəlalə ələt tərtib və la min heysul fa li kunhiyə təfriiyyətən qeyrə dallətən ələ zalikə qolikə izə rəəyətəl alim fəqəbbil vəchəhu və yədəhu. Amma düzdür. İmam burada buyurdu ki, yəbdə bima bədə Allah bihi və liyəud maqanə və qeyri və bundan qeyri hədislər də vardı. Bəs dəstəmazın tərtibi olmağı mütəsalimin əleyhidir. Yəni, bütün alimlər bunu müsəlləm olaraq qəbul edirlər. Səhihi zürarədə bunu iqtiza edir. Və ayənin özünü, əgər bu hədisi qoyaq kənara, ayənin özü tərtibi çatdırır. O cürə ki, mən də oxudum da. İzə qumtum iləs-sələdə fəxsulu vucuhəkum və əydiyakum. Yey birinci vəc, sonra məsələn yəd, əllər, sonra başa məstəşmək, sonra əyaqlara məstəşməli. Düzdür, Quran ayəsinin tərtiblə gəlib. Amma bu ayədən istifadə olunur ki, tərtib vacibdir. Ağa buyur ki, və əmməl ayətul kərimə fəla yumkün istifadətü tərtib minha. Ayənin özündən tərtibi istifadə edə bilmərik. La min heysul vav. Vav baxımından çünki əsən vav ətib li ədəmi dəlalətə ələt tərtib. Vav ətfə dəlalət eləmir. Və la min heysul fa. Fa baxımından da. Çünki burada da fa təfridir. Tərtibə dəlalət eləmir. Fəqolikə izə rəəytəl alim. Bu qol ki, məsələn deyirsən ki, əgər alimi gördün, fəqəbbil vəchəhu və yədəhu. Və sən onun üzünü öp və əllərini öp. Bunun mənası budur ki, əvvəl üzü öp, sonra əlləri. Ola bilər bir nəfər əlini öpsün, sonra üzünü öpsün. Bəs buna əsasən ayənin özündən tərtib istifadə olunmur.
Amma üçün imam istinad eləyib və imam deyir ki, Quranda Allah Taala necə başlayıbsa, sən də o tərtibindən başla. Bu baxımdan bəli, deyə bilərik ki, ayənin özündən istifadə olunması da bu hədis əsasında tərtib şərtdir. Və eyni zamanda ki, bütün alimlər qədimdən indiyə qədər bu məsələni müsəlləm tutublar. Və sallallahu alə seyyidina Muhammed və alihi tahir.